Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar gördüğünüz gibi ördeğimiz yani ana ördeğimiz belə deyim sizlərə artıq qırt yatıb. Bugün həm onu bastıracağıq, həm əlavə fərə yumurtamız neçə yumurta yumurtlayıb, onun yumurtalarını yeyəcəyik. Əlavə bir toyuq da bastıracağıq inşallah bu videoda. Qısacası bu videoda ördəklərin bastırmağı, ördək neçə yumurta yumurtlayıb, nə qədər yumurta ilə bastırdıq, onlardan sizə bəhs edəcəm, onları göstərəcəm sizlərə. Amma videomuza keçmədən öncə sizdən çox xahiş edirəm ki, videonu bəyənib kanala abunə olmağı unutmayın. Bir də aşağıda yorum yazsanız çox sevinərəm. Yəni yorumlarınız da mənim üçün çox önəmlidir. Varsa dostunuz, tanışınız, WhatsApp qrupunuz, nə bilim, oralara da ata bilərsiniz. Videomuzu paylaşsanız çox sevinərəm. İndi keçək videomuza. Demək dostlar, bu ördəyimiz gəldi, fərə ördəyimiz. Burada yumurtada. Bu axur içində də bir axur kimi qoymuşdum. Köhnə axurdur da, heyvanlarımızdan qalma. Bunun içində yumurtadır. Ana ördəyimizdə əvvəl bilirsiniz ki, bu 8 dənə yumurta yumurtadır. Sadəcə yumurtasının 5'ini it yedi deyə ördək hürkdü və yumurtadan kəsildi. Təzədən başladı, sonra yumurtaya. Əslində burada yumurtayırdı o ördək. Sonra birinci dəfə, yəni o it yeyəndə yumurtanı burada yumurtlamışdı. Daha sonra gəldi burada yumurtadı ördəyin yanında. Nə qədər etdimsə də ayıra bilmədim bunları. Əslində məndə dəfələrlə belə bir hal yaşanıb. Yəni iki ördək bir yerdə yumurtayıb, mən onun yumurtasını götürüb digər yerə, yəni yanındakı yerə 2-3 yumurtasını qoyan kimi ördək artıq avtomatik ora keçib orada yumurtayırdı. Amma bunun nəsə inatkarlığı tutdu. Heç keçən il də hərəkət bu ördək elə eləmişdi. Yəni getmişdi başqa ördəyin yanında yumurtlamışdı, o bir ördəyin yanında. Götürüb 2-3 yumurtanı qoymuşdum bu tərəfə, ördək sakitcə keçmişdi bu tərəfə. Yəni neçə illərdir lal ördək saxlayıram. Belə şeylər bir iki dəfə başıma gəlib. Amma yumurtanı bir ikisini o tərəfə qoyan kimi keçirdi. Artıq orada yumurtayırdı. Amma bunu nə qədər etdimsə də yeni keçirdə bilmədiyim. Burada ikisi bir yerdə yumurtlamağı tərcih elədilər. Dəymədim. Dedim eybi yoxdur, yumurtasınlar. İndi hal-hazırda dostlar, baxın belə qırtlayıb. Ördəyin qırt yatmağın bax belə hərəkətlər eləyir, bax. Altındakı tükü görürsüz. Hələ bu tük artacaq. Çünki bu ördək hələ elə bil dünənə qədər, bugünə qədər axşam yatırdı, 2-3 gündə axşam yatırdı, səhər durub gedirdi. Axşam yatırdı, səhər durub gedirdi. Yumurtalardan narahat olmayın. Onda xarab olmur. Özü nizamlayır onu. Lal ördəyində yumurtasının altından götürmürük. Onda qırt yatmır. Yəni istisna hallar ola bilər. Siz götürmüsünüz, yatıb, amma 90% nədir? Hətta bir 99% halda bunlar altından yumurtanı götürəndə qırt yatmırlar. Digər o Pekin ördəklərində filan da elədir. Onların da altında necədir? Onlar qırt yatmamaq kimi xassiyyətləri olmur. Sadəcə altında yumurtanı saxlayanda daha tez qırt düşə bilirlər. Və yaxud da ki, onlar da bir də görsən ki, yumurtanın altına götürəndə qırt yatmama ehtimalı olur. Amma bu lal ördəklər qədər olmur. Lal ördəklərdə başqa bir şeydirlər də bunlar. Necə deyim? Həssasdırlar bu barədə. Demək dostlar, bu iki ördəyin yumurtasıdır. Bir burada var, bir burada var. Buradan yumurtadığını gündə bir dənə yumurta götürüb bu yana qoymuşam ki, həm bəlkə burada yumurta artar, bu keçib orada yumurtayar, həm də ki altlarında bu qədər yumurta yığılmasın da. Opşik qövdəyi sayın 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 19. 19 dənə burada yumurta var. 2, 4, 6, 8, 10, 2, 4, 6, 8, 10, 12, 14. 14 dənə də burada yumurta var. Deməli 19, 14, 33. 33 yumurta var ikisində. Hələ bu ördək yumurtlamağa davam edəcək. Çünki lal ördəklər yumurtlamağa, yəni qırt yatandan sonra belə, artıq məsələn bu günləri qırt yatıba, hələ bu 100% bir yumurta yumurtlayacaq, o milyon faizdir. Daha sonra 2 yumurta da yumurtlayan çox vaxt olur. 2 yumurta yumurtlayırlar. Bunlar harca bir 90% halda 2 yumurta yumurtlayırlar. İndi ola bilər ki, hətta 3-cü yumurtanı da yumurtlasın. Çünki onda görmüşəm 3 yumurta yatandan sonra 3 yumurta yumurtlayanı da görmüşəm. Bu bir də bir şey olur ki, 3 gün arxa-arxaya da yumurta yumurtlayır. Məsələn bu gün yatıb 3 gün sonraki yumurtası da bunlarla bərabər çıxır. Yəni onu anlaya bilmirəm, amma eyni anda çıxarda bilirlər. Hətta 3 yumurtaya qədər yumurtlayanı görmüşəm. Amma genəldə 2 yumurta yumurtlayırlar. Onu da deyim sizlərə. Demək, bu 19 dənə yumurta mən düşünürəm ki, bunun altı üçün biraz çoxdur. Çünki ördəyimiz elə iri ördək deyil, biraz cır ördəkdir. Məsələn, bunun yumurtlayan fərə var ha. O olsaydı onun altına 22-23 də yumurta qoyardım. Çünki onun çəkisi 3 kilodan çoxdur. Yəni düşünün də nə boydan da. Çəki olaraq 3 kilodan çoxdur ördək. Amma bu o qədər deyil. Biraz ondan cırdır, biraz balacadır. Dediyim kimi bunun altına 19 yumurta
Əslində yumurtalara baxıram uşaqlar, hamısı istidir ha. Yumurtaların hamısı istidir. Amma mən bunun altına 19 yumurta qoymaq istəmirəm, 18 yumurta qoymaq istəyirəm. Baxın indi əlimi vurub baxıram ki, yumurtaların hamısı istidir. Demək ki, yetəri qədər istidir. Hələ bu 1-2 gün, yəni ağırlaşdıqca, necə deyim sizlərə, ilk gün toyuq da bastırsaz, hündüşkə də bastırsaz, biraz necə deyim, narahat yatır da. Amma ikinci, üçüncü, dördüncü günlər artıq o qədər yayılır ki yerə, o qədər yerin yaxşılaşdırır, yumrulaşdırır. Artıq onun altına məsələn deyirəm də, ilk gün 18 yumurta sığıbsa, üçüncü, dördüncü gün bir 20 yumurta da qoya bilərsiniz altına, sığışdırır da. Çünki yatdıqca həm yerin oyğun düzənləşdirir, həm də özün biraz şişirdir deyə daha çox altına yumurta sığa bilir. Amma mən elə etməyəcəm. Çünki orada da cəmi 14 yumurtamız var. Mən bunun altından bir dənə yumurtanı götürüb ora qoyacağam. Nə etmək fikrim var uşaqlar? Fərə ördəyimizi təzədən yatırmaq fikrim yoxdur. Çünki o həm yekə ördəkdir, həm də təmiz qanmacar olduğu üçün ondan daha çox bala almaq istəyirəm. Ona görə də həm bu ördəyi yatıracağam, həm də əlimizdə çox sayda qırx toyuq var. Yaz ayları gəldiyi üçün çox sayda qırx toyuq var. Hardasa belə deyim də sizlərə. İndi hal-hazırda 5 dənə 40 toyuğumuz var. Bir 5 dənəsini də ayırmışıq təzə. 1-2 gündür 5 dənəsini ayırmışım. 5 dənə də əlimdə 40 toyuq var. Ona görə mən o 40 toyuqları dəyərləndirib 15 dənə də bir 40 toyuğun altına yumurta yığıb bastırmaq istəyirəm və balalar çıxanda toyuğa vermək istəyirəm. Onun da səbəbini sizlərə deyim. Çünki evimizin yanı göldür. Görənlər bilir də, videolarımı, köhnə videolarıma baxanlar, abunəçilərim bilir. Bilmirsinizsə də videolarıma daxil olub izləyə bilərsiniz. Əsas da canlı yayınlarımda daha çox göstərmişəm. Canlı yayın kayıtlarım var. Oradan da baxa bilərsiniz. Balaca vaxtı ördəyə, yəni ördəyə verəndə balaları saxlamaq olmurdu. Ördək sırası götürüb getmək istəyir gölə. O da gölə gedəndə balaca vaxtı olur. Bir də görsüz yosuna ilişir. Sonra belə deyim sizlərə, burada şahinlər var. Onlar uçurlar göydə. Qızıl şahin də belə deyim də sizlərə. Qızıl şahin var, onlar uçurlar göydə. Onlar tuta bilir bəzən birin, ikisini. Daha sonra gölümüzdə çox olmur. 2-3 dənə şey olur. Bu albatros deyirlər bəlkə də, amma tam olaraq albatrosdurmu deyilmi bilmirəm. Qağayların daha böyüyü də, onlar ördək balalarını filan tutub uda bilirlər. Albatros deyə gedir, səhv eləmirəmsə. İndi tam olaraq yalan demək istəmirəm. Belə o daha çox okeanlarda olur albatros bildiyim qədərilə, amma yəni burada da qağayların daha böyüyü də, yəni normal Xəzər qağayısı kimi yox, yəni şəhərdə yaşayanlar Xəzər qağayısından da olur burada. Amma bir tık daha böyükləri də olur. Ondan hər il olmur ha. Bir cüt gəlir bura hər il, bir cüt gəlir ondan. Bir dişi, bir erkəkdir səhv etmirəmsə. Ondan hər il bir cüt gəlir bura. Bəzən 3 olurlar, bəzən 4 olurlar, amma genəldə 2 dənə 100% olurlar. Onlardan tuta bilirlər. Yəni belə hallar yaşana bilir deyə istəmirəm körpə vaxtı ördəklərim gölə getsinlər. Ona görə balaları bir dənə də toyuq bastırıb balaları tam olaraq toyuğa vermək istəyirəm ki, toyuq həyətdə gəzdirdiyi üçün ördəklər biraz daha böyüdükdən sonra gölü kəşf edib gölə gedirlər. Onda da heç bir problem yaşamırıq. Belə bu ördəklərin yumurtasını rəngləyəcəm altına. Çünki bu hələ özü də yumurtlamağa davam edəcək və Fərə də burada yumurtlamağa davam edəcək. Deyərsiniz ki, Ayxan bəs daha sonra yumurtaladığı yumurtaları niyə yeyəcəksiniz? Onu da videonun davamında göstərəcəm. Ördəklərimizdən o ağlı qaralı ördəyimiz var idi ha. Baxın, o ördəyimiz də yumurtlayır. O bilirəm ki, az yumurta yumurtlayacaq. Çünki həm yerlidir o, həm də biraz cırdı. Bilirəm ki, o az yumurta yumurtlayacaq. Onun altına əlavə edəcəm. Və yaxud da ki, olmasa yenə əlimizdə 40 toyuq bizim daimi olur. Və çox olur, çox sayda olur. 40 toyuqların birinin altına yığaram, yatarlar, heç bir problem yoxdur. Sadəcə yumurtamayan bir dənə ağ ördəyimiz qalıb. Başqa hamısı bütün ördəklərimiz yumurtlayır ki, bununla bərabər yumurtlayan macar sortu Fərə ördəyimiz də artıq qırtlamağa hazırlaşır. O da artıq dünəndən görürəm ki, gecələr yatır. O da 1-2 gün içərisində qırt yatacaq. Yəni elə çox yumurta yumurtamayacaqlar. Gətirin bunun altına yumurtalarını rəngləyim, sonra davam edək. Dostlar, bütün yumurtalara nişan qoydum. Yumurtalara nişan qoyma səbəbimi açıqlamışdım. Altında Fərə ördək və bu ördək hələ yumurtlamağa davam edəcək. Yumurtlamağa davam edəcək dedim. Yəni 1-2 yumurta yumurtlayacaq. Qırt yatandan sonra bu ördəklər də normal haldır. Lal ördəyin qırtlamağı ilə də bağlı necə bilmək lazımdır, onu da dedim. Baxın, belə tükün olur. Hələ bu sabah birisi gün daha da artacaq bu tük. Yəni sırf tükdən belə deyim ibarət olacaq da bura bütöv. İndi bu ördəyimizi artıq yavaş-yavaş qoyaq bura, yatsın özü üçün burada. Biz də buradan götürək. Buradakı yumurtaları artıq rəngləməyə ehtiyac yoxdur. Çünki bunu içəridə toyuğun altına yığacağam. Niyə toyuğu burada bastırmıram, onu da sizə açıqlayayım. Çünki burada erkək ördək də bunların yanında olduğu üçün toyuğu falan döyəcək. Burada erkək ördək imkan verməyəcək ki, o toyuq yatsın. Ona görə də buradakı 15 yumurtanı da götürək.
aparaq toyuğumuzun altına. Toyuğumuz iridir. İndi deyirsiniz ki 15 dənə ördək yumurtası sığacaqmı? Toyuğumuz çox iri toyuqlardandır. Onu da qırt yatırma səbəbim nədir uşaqlar? Çünki toyuq hal-hazırda toyuq qırt yatırmıram. O toyuğu da artıq qışdan bəri məni bezdirib. Necədir dostlar? 2 dənə, 3 dənə yumurta yumurtayır, qırt yatır. Onun buraxma ilə qarışıqdır. 2-3 yumurta yumurtayır, qırt yatır. 2-3 yumurta yumurtayır, qırt yatır. Bu da mənə heç sərf eləmir də. Qırtdan da ayılmaq bir 10 gün çəkir onu. 10 gün, 15 gün o qırtlara ayılmaq üçün əziyyət çəkirəm. Çünki ayılmaq istəmir, qırt yatmaq istəyir. Yəni o toyuq genəldə zaten elə idi. Ona görə o toyuğu artıq qırt yatırmaq istəyirəm ki, həm onun canı bitsin, həm mənim canım bitsin. Ona da bala verəcəm ki, bir xeyli də balasını saxlasın. Yəni onsuz yumurtamır da bu toyuq. 2-3 yumurta yumurtayır, qırt yatır. İndi keçək o toyuğumuzu da içəridə qırt yatıracaq, onu da yatıraq sizlərə göstərək. Dostlar, yumurtanı yığdım. Toyuğumuz da bu toyuqdur. Düzdür, bunu artıq 2 gündə ayıltmağa çalışıram. İndi toyuq biraz hürküb, çünki ayıltmağa çalışıram. Burada yatıb ağıraşan toyuq deyil və o digər tərəflərdə qırt yatmışdı, oydu işığa bax. Digər tərəfdə qırt yatdığı üçün indi bura sıraz yatacaqmı, yatmayacaqmı bilmirəm, amma qısacası öyrəşdirəcəm. İnşallah bunu da artıq yatırım. Görək xeyirli olsun bizim üçün. Dostlar, o toyuq yatana kimi digər ördəyimizin də yumurtasını göstərim sizlərə. O da artıq 7 dənə yumurta yeyib. Deməli bu şey ördəyimizdir. Ağlı qaralı ördəyimiz var ha, baxın odur. O da artıq 7 dənəsini yumurta yeyib. İndi toyuğa da inanıram ki yatacaq. İstədim bunu da sizlərə göstərim. Dostlar, toyuğumuz da yatdı. Hələ bura öyrəşməyib, yeri indi samanın zadını indi qoymuşam, bu yeri indi düzəltmişəm. Saman zad da yumuşaqlayır biraz. Yəni o artıq özü yuvasını düzəldəcək, yatacaq. Yumurtalar rahat şəkildə sığdı altına, birazdan daha rahat yatıb sığdıracaq altına. Yumurtalar da sığdı altına. Qısacası yatdı bu da, şükür Allaha kimi problem yaratmadı. Belə dostlar, sağ olun, salamat qalın. Videomuzu bəyənməyi, kanalımıza abunə olmağı dediyim kimi təkrar edirəm, unutmayın. İnşallah bizim üçün xeyirli olar. Təbii ki, bir 4 gündən, 5 gündən sonra, 6 gündən sonra, maksimum 6 gündən sonra mən artıq yumurtalara baxırım. İçindən dövsüz olanları, boş olanları götürəcəm ki, həm ördəyin altı, həm də toyuğun altı daha rahat olsun, daha rahat yatsınlar.